maraqlı mövzudur. Model anlayışı bunun institutda inşallah daha böyük keçəcək sqraflar nəzəriyyəsinin çox maraqlı hissəsidir. Həm riyaziyyatın, həm informatikanın bir parçasıdır. Deməli, başlayırıq modelin anlayışına. Model nədir? Model uşaqların obyektin sadələşdirilmiş bənzəridir. Məsələn də biz aşağı siniflərdən həmişə uşaqlara öyrədirik ki, qlobus yerin modelidir. Həqiqətən də qlobus yerin çildirimiş formasıdır. Və model sözü Latın dilindən götürülüb, modulus sözündən götürülüb, nümunə mənasını verir. Və yenə deyirəm, obyektin sadələşmiş bənzəridir. Bir tərifi də nədir? Model müəyyən bir hadisənin və yaxud da obyektin müəyyən xassələrini özündə əks etdirən təqdim edilmə formasıdır. Yəni, modeldə obyektin bütün xassələri əks olunmur, müəyyən xüsusiyyətləri götürülür. Adi bir nümunə çəkim, bu istifadə etdiyimiz avtomobil, yəni sürülən maşın, ona baxıb nəyi yaradıblar? Oyuncaq maşını yaradıblar. Oyuncaq maşında bu həqiqi maşının bütün xüsusiyyətləri var? Yox. Müəyyən parametrləri özündə saxlayır. Yəni, mühərriki olmur, bəziləri ümumiyyətlə heç qapısı açılmır. Yəni, müəyyən görünüşün özündə saxlayır. Deməli, modelin tərifi nə oldu? Obyektin və yaxud da hadisənin, obyektin və yaxud da hadisənin, üzr istəyirəm, obyektin və yaxud da hadisənin və yaxud da prototipin də izah edəcəm, müəyyən xüsusiyyətlərini özündə saxlayan təqdim edilmə formasıdır. Və ya deyirik, model obyektin, orijinal obyektin sadələşdirilmiş bənzəridir. Modelin yaradılması prosesinə deyəcəyik modelləşdirmə və model yaradılanda ən başlıca xassə onun məqsədə uyğun yaradılması, yəni adekvatlıq xassəsidir. Adekvatlıq uşaqlar informasiyanın da bir xassəsidir. Sadəcə biz bunu keçmirik, sizə 5 xassə düşdüyünə. Adekvatlıq nədir? Məqsədə uyğunluq. Məsələn, sən birinci qrupda kimi təhlükəsizliyə hazırlaşırsansa, informatikadan hazırlığa getməlisən. Yəni, sən məqsədinə uyğun hərəkət edirsən. Model də yaradılanda onun yaradılışı, yəni məqsədinə uyğun yaradılır. Yəni, nə məqsədlə istifadə olunacaq? Ən başlıca xassə adekvatlıq olur. Modelin yaradılan obyekti isə deyəcəyik, orijinal və yaxud da prototip. Yəni, belə deyim də, məsələn, yer kürəsi prototipdir, orijinal obyektdir. Globus isə onun modelidir, kiçildilmiş, sadələşdirilmiş bənzəridir. Özündə müəyyən xüsusiyyətlər saxlayan təqdim olunma formasıdır. Modelləşdirmədən nə zaman istifadə olunur? Prototip olmadıqda, yəni belə deyək də, keçmişi bir hadisəni, nəsli kəsilmiş bir heyvanı öyrənmək istəyirlərsə, canlını öyrənmək istəyirlərsə, prototip yoxdur axı əldə. Nə edirlər? Model üzərində tədqiqat aparırlar. Məsələn, mamutlar, buz dövründə görürsünüz mamutlar, o kimsə deyib ki, məsələn, belə deyim də, sümüyü tapılıb, fosilləri tapılıb, ona uyğun bir kompüterdə model yaradıblar. Yəni, realda bu heyvan yoxdur, nəsli kəsilib, amma əldə olan biliklərdən istifadə edib, onun modelini yaradaraq onun üstündə tədqiqat aparıblar. Sonra orijinal obyektin tədqiqi həyat üçün təhlükəli olduqda və ya daha başa gəldikdə. Məsələn, nüvə bombasının partladılması insan həyatı üçün təhlükəlidir. Və yaxud da belə bir şey deyim, bilmirəm, indi ətrafımızda pilotlar var, yoxsa yox. Pilot işləyən insanlar müəyyən, elə bir ki, aylarda onlar trenajördən keçirlər. Trenajör nədir? Trenajör elə bir müəyyən hava şəraitlərində, məsələn, fırtınalı havada, çox küləkli havada, çox yağışlı, qarlı havada təyyarəni necə idarə edəcək? Bunun üçün daha gedib təyyarəni uçurdub, yəni o havada uçurdub yoxlamırlar. Bunun üçün təlim simulyasiyalarından istifadə edirlər. Yəni müəyyən bir otaqdır, otaqda rol var, nə bilim kompüterlər var, o panellər var da, təyyarədə olduğu kimi. Yəni ondan istifadə edirlər, simulyasiya edərək həmin o hava şəraitində təyyarəni necə idarə edəcəklər, onları nəzərdən keçirirlər. Yəni, birbaşa obyekti tədqiq etmək insan həyatı üçün təhlükəlidir. Ona görə model üzərində sınaqdan keçirdirlər. Sonra, orijinal obyekti birbaşa tədqiq etmək mümkün olmadığı. Məsələn, Günəş sistemini biz
Yəni gedib kənarından durub baxıb demirik ki, hə, Günəş mərkəzdə dayanıb, şeylər də, planetlər də onun ətrafına fırlanır. Birlikdə bu planetlər Günəşlə birlikdə özləri də fırlana-fırlana qalaktikada səyahət edirlər. Bunu heç bir insan gedib kənardan baxıb görə bilməz. Amma Günəş sisteminin bir yəni modeli qurulub. Orijinal obyektə tədqiq etmək mümkün deyil, amma model üzərində tədqiq etmək mümkündür. Bir də orijinal obyektin xassələrini və xüsusiyyətlərini istehsaldan əvvəl müəyyən etmək, struktur parametrlərini dəyişdirmək və dəqiqləşdirmək məqsədilə. Bu nədir? Məsələn, zəlzələyə davamlı ev tikilir, tutaq ki. Bu evə bir res tikib, yəni şiddəti vermirlər ki, görün neçə ballıq şiddətə dayanacaq bu ev. Model üzərində Ay, üzr istəyirəm. Model üzərində necə deyərlər, sınaqdan keçirdirlər. Maketləri olur evlərin və eləsinə bir modeli qurulur. Məsələn, Yaponiyadakı evlərdə səhv etmirəmsə, zəlzələdən çox təsirlənmir. Çünki onların uşaqlarında, belə deyək də, zirzəmilərində binanın o bünövrəsinə prujin kimi şeylər qoyulurdu. Belə, yəni zəlzələyə uyğun özün elə bir bina hərəkət etdirir və bina aşmır. Yəni bunun müəyyən bir sınaq müddəti olub da, evi tikib yenə deyirəm, gözləmirlər ki, görün bu zəlzələyə davamlı olacaq yoxsa yox. Müəyyən parametrləri model üzərində dəyişərək tam sağlam formada bir bina tikməyə çalışırlar. Bu da olduğu modelin istifadə vəziyyətləri, yəni hansı hallarda modeldən istifadə edirik. Sonra keçdik zamana görə modelin növlərinə. Zamana görə modelin iki növü var. Statik model və dinamik model. Statik model baxılan anda cari zamanda dəyişməyən modeldir. Şəkillər, rəsmlər yəni buna nümunədir. Ani fotoşəkildir statik model. Amma dinamik model ani zaman anında dəyişə bilən modeldir. Müəyyən zaman ərzində burada sistem dəyişiklikləri nəzərə alır. Məsələn, günəş sistemi olsun, məsələn, valyuta sistemi olsun. Bunlar hamısı necə deyərlər, hərəkətlidir. Zamana görə dəyişir. Baxın, burada fikir versək, valyutanı da qoymuşam. Bunlar dinamik modellərə nümunədir. Bir də günəş sistemidir. Hər saniyədə planetlər günəş ətrafında fırlanır. Yəni, hərəkət var. Ona görə dinamik modellər nümunədir. Günəş sistemi, valyuta sistemi və s. sistemlər. Amma fotoşəkillər, bax bu şəkil, yəni ani bir çəkilmiş bir şəkildir də, belə deyək. Bunlar realda olan bir obyektin statik modelidir. Sonra nəzəri modellər var. Bu düşünür, yəni qəbul imtahanı, amma 10-cu sinif kitabında verilib deyə məlumat olaraq sizə deyirəm. Nəzəri model nədir? Nəzəri model, belə deyək də, nəzəriyyə verilir. Tutaq ki, 1543-cü ildə Nikolaus Kopernik günəş sisteminin, bax bu günəş sistemidir. Nikolaus Kopernikin təklif etdiyi günəş sistemidir. Nəzəri olaraq deyib ki, hə, mərkəzdə günəş dayanıb, onun ətrafında da planetlər dönür. Yəni, bunu müəyyən bir, belə deyək də, nə ayın hərəkəti, nə mi deyim, nə ilə saxı bunu ölçüb yoxlayıb da. Amma 1543-cü ildə onun əlindəki ləvazimatlarından deyək, bunu mümkün etmək, bunu daha doğrusu təsdiq etmək mümkün olmayıb. O sadəcə nəzəri olaraq deyib, daha sonra təcrübələrlə bu sabitlənib ki, həqiqətən də belədir sistem. Sonra Rutherfordun atom modeli. Rutherford bunu kəşf etdiyi müddətdə, yəni bu olmayıb axı belə. Sonradan təsdiqini tapıb. Yəni nəzəri modeldə nəzəriyyə təklif olunur, sonradan təcrübələrlə, eksperimentlərlə yoxlanılır və təsdiqini tapır. Nəzəriyyə olaraq, yəni söz üzərində modeli təklif eləyir. Təqdim olunma formasına görə isə modellər iki yerə bölünür. Maddi və informasiya modelləri. Maddi model nədir? Həndəsi fiziki quruluşu özündə saxlayan modeldir. İnformasiya modeli isə sadəcə informasiya əsasında təsvir edən modeldir. Bax, bir nümunə çəkim. Yer kürəsinin modeli bir qlobusdur. Bir xəritədir. İkisi də yer kürəsinə əsasən, yer kürəsinin müəyyən xüsusiyyətləri götürülərək yaradılır. Amma qlobus maddi modeldir.
Xəritə informasiya modelidir. Niyə? Çünki yer kürə formasındadır, qlobus da kürə formasındadır. Yəni formanı da, quruluşu da özündə saxlayır. Maddi model obyektin həndəsi, fiziki quruluşunu özündə saxlayan modeldir. Xəritədə isə xəritə amma düzbucaqlı formasında olur da müstəvi fiqurudur. Yer kürədir, xəritə müstəvidir. Formanı saxlamır, amma üzərindəki informasiyanı özündə saxlayır. Ona görə də bu informasiya modeli adlanır. Başqa bir nümunə çəkim. Məsələn, binalarda. Tutaq ki, ev almağa gedirik. Ev alanda biri var, satış məsləhətçisi bizə təklif eləyir ki, sizin bina, məsələn, tutaq ki, filan nömrəli binada sizin eviniz ikinci mərtəbədə olacaq. Evin qapısı sarı rəngdədir. Evin iki balkonu var. Balkonu iki balkonu var. Nə bilim, dörd qapısı var. Filan hündürlükdədir. Ölçüsü nə bilim, 140 kvadratdır və s. Satış məsləhətçisi bunu dedikcə insanın beynində bir model qurulur onsuz da. Sadəcə sözlərlə alacağımız evin elə bil ki, formasını bizə göstərmiş olur. Yəni insan beyni avtomatik onu özündə qurur da. Sözlə mənə ifadə eləyir. Mən onu modelin beynində canlandırıram. Bu informasiya ilə təqdim etdi mənə. Var ki, bu ofislərdə maketlər olur da, evin maketləri. Sənə evin planı maketini göstərir. Elə bil ki, evin bir balaca kiçik versiyasını göstərir ki, bax, budur sənin alacağın ev. Hə, bu artıq maddi modeldir. Deməli, maddi model nə oldu? Quruluşu da özündə saxladı. İnformasiya modeli isə sırf informasiya cəhətdən əks etdirdi obyekti. Maddi modelin bax nümunələr. Binanın maketi. Layihə desə, götürəcəyik informasiya modeli. Amma maket maddi modeldir. Sxemlərdir, çertyojlardır, şəkillərdir. Bunlar hamısı informasiya modelinə aiddir. Maketdir, heykəldir. Yəni quruluşu özündə saxlayan maddi modeldir. Binanın maketi, insanın heykəli, o satışda qoyurlar mankenlər, yəni paltar taxırlar üstünə. Yəni insanın bir formasındadır, insanın bənzəridir o mankenlər. İnsana baxıb onu düzəldiblər də, maddidir. Quruluşu özündə saxlayan maddidir. Qlobusdur, cizgi filmdəki canavardır. Yəni realdakı canavarın quruluşunu özündə saxlayır da. Mankendir. Bir də elementin kristal qəfəsi. Bu nəzəri olaraq bir şeydir. Məsələn, deyir ki, elementin kristal qəfəsi belə bir şeydir də. Bu bilmirəm, fizikadan keçmisiniz. Kimyada olur məncə bu, hə? Kimyadan. Yəni fizikada var, kimyada. Hə, var, hə. Beləsinə bir qəfəsdir də. Yəni elementin, düz deyir, bu nəzəri bir şeydir. Amma quruluşun da deyir ki, yəni kuba oxşayır, belə bir şeydir də məncə. Yəni, quruluşu da özündə saxladığı üçün biz bunu maddi model götürəcəyik. Bu özü də summativ sualdır. 10-cu sinifdə summativ sual olmalıdır, səhv etmirəmsə. Elementin kristal qəfəsi maddi modelə nümunədir. Bunlar da maddi. Bax, maddi modelə nümunələr. Bir şey deyim sizə uşaqlar. Deyirik ki, maddi modeli yaradanda başlıca xassəmiz olur adekvatlıq. Məqsədə uyğun yaradılmalıdır. Amma modeli yaradanda başqa xassələr də nəzərə alınır. Məsələn, yaş məsələsi nəzərə alınır. Və bu oyuncaq maşını deyil. Oyuncaq maşın, belə deyim də, 2 yaşındakı uşaq üçün yaradılmış oyuncaq maşından 5 yaşındakı üçün bir deyil. 10 yaşındakı üçün heç bir deyil. Yəni 2 yaşında qapısı açılmır. Nə bilim, yaşa görə desək də, nə bilim, kiçik təkəri çıxmır. Çünki ağzını ata bilər, nə bilim, uda bilər ona görə. Yəni yaşına uyğun düzəldirlər də. 5 yaşındakı üçün artıq qapısı açılır. Biraz da şeyləsin, işıqları falan yanır. 10 yaşında artıq pulla idarə edir. Görürsünüz, yaş amili də nəzərə alınır model yaradılarkən. Amma başlıca xassəmiz adekvatlıqdır. Məqsədə uyğun yaradılmalıdır. Sonra informasiya modeli. İnformasiya modelində yenə deyirəm, cədvəldir, mətindir, qrafdır. Bunlar hamısı belə deyə informasiya modelinə nümunədir. Sonra alqoritm, riyazi düstur. Məsələn, S bərabər A vur B. Düzbucağının eni B-də uzun olarsa. Bu nədir? Sahənin tapılmasının bir modelidir də.
Düsturla ifadə etdik biz bunu. Riyazi düstur informasiya modelidir. Kimyəvi reaksiya düsturudur. Məsələn, natrium üstəcə xlor, deyəsən belə olmalıdır, bərabərdir natrium xlor. Bu nə oldu? Duzun yaranmasının sxemi oldu, hə? Xörək duzunun yaranmasının sxemi oldu. Bax, bu reaksiya kimyəvi reaksiya düsturu, yəni belə deyək də, duzun informasiya modeli oldu. Sonra xəritədir, musiqi notlarıdır. Bax, musiqi səslərini notlarla ifadə edirik. Yenə obyektin informasiya modelidir. Və şəkil. Bax, fikir verin, deyir, fincanın şəkli informasiyadır, amma maketi maddi modeldir. Eləcə də layihə informasiya modelidir, maket maddi modeldir. Sonra informasiya modellərinin nümunə, burada 4 növünü verib. Bu məktəb kitabından götürmüşəm. Amma başqa formaları da var. Tək bunun 4-dən bitmir də. Sözlə təsvir, cədvəl, şəkil, sxem, qraf, düstur, alqoritm, proqramlaşdırmadakı kod, bunların hamısı informasiya modelinin növləridir. Sonra gəldik modelin istifadəsinə görə formaları. 5 forması var. Əzbər bilməliyik. Yəni, nəzəri sual olaraq düşə bilir. Demirəm mütləq düşəcək, amma ehtimal olunur ki, düşər. Adətən modeldən yenə dediyim kimi bir uyğunlaşdırma, sxem məsələləri düşür. Bir də qrafdan 2 sual düşür, böyük ehtimal. Tədris modeli, oyun modeli, elmi texniki, təcrübü və imitasiya modeli. Tədris modeli, belə deyək, yəni tədris prosesində istifadə etdiyimiz modeldir. Məsələn, coğrafiya müəllimləri yer kürəsini daha yaxşı başa salmaq üçün xəritə və qlobusdan istifadə edirlər. Deməli, xəritə ilə qlobus tədris modelidir. Oyun modeli, bax, PUBG oyunu var ha. PUBG oyunu nədir? Məncə orada müharibə şəraitdə. Mən, məsələn, əvvəllər Call of Duty oynayırdım. Sırf müharibəni, yəni o ab-havanı, yəni telefonda yaşayırsan da, əslində o oyun mühitində sən özünü hərbi bir aləmdə hiss edirsən də. Oyun modeli odur. Bir də məsələn, maşın sürmək istəyirsən, bu maşın oyunları var, simulyatorlar da olar. Yenə orada da oyunlar içərisində maşın sürməyindən sağa park et, sola park et, bunları öyrənirik də. Elmi texniki model prosesi və ya hadisəni öyrənmək üçün istifadə olunan modeldir. Məsələn, elektron bir qurğunun sınaqdan keçirilməsi. Bu elmi texniki modeldir. Yəni bir obyekt var, onu öyrənməyə çalışırıq. Bu elmi texniki modeldir. Təcrübü model obyektin kiçildilmiş, bölünmüş modeldir. Və imitasiya modeli reallığı təqlid edən modeldir. Və belə deyim, real olmayan obyekt üzərində biz dəfələrlə təcrübə apara bilərik imitasiya modelində. Həyatda olan bir prosesi də bir imitasiya edirik. Modellərin növləri də bu qədər. Bir dənə üstündən test keçirəm. Deməli, model dedik ki, obyektin sadələşmiş bənzəridir, modus sözündən götürülüb, örnək nümunə deməkdir. Modelin yaradılması prosesi modelləşdirmədir. Əsas xassəsi adekvatlıqdır. Sonra prototip nə idi? Orijinal obyekt, modeli yaradılan obyekt. Modeldəki, yəni yer kürəsi prototipdir, qlobus xəritə modeldir. Sonra modelləşmədən istifadə olundu. Prototip olmadıqda, orijinal obyektin tətbiqi həyat üçün təhlükəli olduqda, birbaşa tətbiq etmək mümkün olmadıqda və strukturu, parametrləri əvvəlcədən müəyyən edib dəyişmək üçün istifadə etdik. Sonra statik, dinamik model var. Statik zamana görə dəyişmir, dinamik dəyişir. Məsələn, valyuta hər saniyədə dəyişir. Bilmirəm, Bitcoin-lə falan istifadə etmişmi, yoxsa yox. Bitcoin-lə işləyən insanlar hər saniyə telefonu əllərində olmalıdır. Çünki belə deyil, valyuta hər an dəyişə bilir və onların bir saniyə belə o valyutanı istəməməyi onlara minlərlə manatın, dolların itirilməsinə gətirib çıxardır. Yəni, valyutadır, günəş sistemidir. Bunlar dinamik modellərdir. Daha sonra amma şəkillər, çertyojlar, sxemlər statik modeldir. Sonra nəzəri model nəzəriyyə əsasında yaradılır. Yəni, söz olaraq deyilir. Daha sonra
təcrübə ilə təsdiqlənir. Təqdim olunma formasına görə də iki yerə böldük. Maddi və informasiya modeli. Maddi model quruluşu özündə saxladı. İnformasiya modeli isə sadəcə informasiya əsasında ifadə etdi obyekti. Bir də modelin növləri, daha doğrusu istifadəsinə görə növləri tədris, oyun, elmi texniki, təcrübə və imitasiya modelləri. Bura qədər kiməsə sual var modeldə? Hı? Bundan sonrası biraz sual-cavab Yox. əsasında oldu. Qraflardan çəksin. Yoxdur ki bu sual. Çətin dərs deyil qraf. Maraqlı dərs deyil. Başlayaq onda əsas məsələyə qraflara. Uşaqlar, biz sizlə keçmişdik ağac modeli. Yadınızdadır, ədədin ağac formada yazırdım. Deyirdik, 3, 4, 8 rəqəmlərindən istifadə etməklə 8 rəqəminin təkrarlanmadığı ədəd, neçə dənə ədəd var. Mən də o sxemin qururdum. Yadınızdadır, məsələn, 300-lü, 3, 4, 8, deyirdim 3, 4, 8, 3, 4, 8, burada da 3, 8, 3, 4 ola bilər. Bunu bilirik də yəqin ki, ədədin ağacın qurulması. Bəli. Bu elə əslində qrafa bir nümunədir. Ağac dövrəsi olmayan qrafdır. Yəni dövrəni indi izahlayanda bir də keçirəm üstünə. Yəni biz əslində qrafla tanışıq. Qraf nədir? Qraf öz aralarında ixtiyari qayda ilə birləşmiş obyektlər çoxluğudur. Yəni belə deyək də, tutaq ki, biz şəhərlər, məsələn, A şəhəri, B şəhəri, C şəhəri, D şəhəri var və bunlar öz aralarında müəyyən qaydalarla, yəni bunların bir-birinə yolları var, əlaqələndirilir. Bax, belə bir quruluşa biz deyəcəyik qraf. Öz aralarında ixtiyari qaydada əlaqələndirilmiş obyektlər çoxluğuna deyilir qraf. Buradakı obyektlər, yəni belə deyək, loru dildə şəhərlər təpələr adlanır. Təpələr. Bunlar təpələr. İki təpəni birləşdirən düz xəttə, düz xətt ayrı da ola bilər, fərqli yoxdur. Ümumiyyətlə, iki təpəni birləşdirən xəttə deyəcəyik til. Əgər tilin istiqaməti varsa, deyəcəyik qövs. Əgər bir təpədən çıxan til təkrar həmin təpəyə qaydırsa, deyəcəyik buna ilcək. Elə bir təpə var ki, bu təpənin qrafla əlaqəsi yoxdur. Bax, onda bu təpəyə deyəcəyik yalqız təpə. Aydın uşaqlar, deməli, bu oldu, obyektlər oldu təpələr. İki təpəni birləşdirən oldu til. Əgər tilin istiqaməti varsa qövs, bir təpədən çıxan til təkrar həmin təpəyə qaydırsa ilcək, əgər əlaqəsiz təpə varsa, buna deyəcəyik yalqız təpə. Aydındırmı? Hı? Nəsə soruşaq burada. İndi belə bir şey deyim. Əgər qrafın bütün təpələrindəki tillər deyək, qövs olarsa, istiqamətlənərsə, belə qrafa deyəcəyik biz diqraf. Direction sözündən, istiqamət sözündən götürüb diqraf. Deməli, nə oldu? Əgər bütün tilləri qövs olarsa, istiqamətlənmiş vektorda, vektor deyək, olarsa, biz bu qrafa deyəcəyik diqraf. Belə bir şey deyim sizə uşaqlar, bu nə deməkdir? Məsələn, bu tildə belə başa düşəydik, bu A şəhəridir, bu B şəhəridir. Til olanda A şəhərindən B şəhərinə, B şəhərindən də A şəhərinə getmək mümkün. Yəni A-dan B-yə gedirəm, elə həmin yolla da qayıda bilirəm. Amma qövsü olanda, məsələn, A-dan C-yə gedə bilirəm. Amma həmin yol üzrə C-dən A-ya qayıda bilmirəm. C-dən A-ya gəlmək üçün gərək B-yə gedib, B-dən A-ya keçəm. Yaxşı, bax, qövslə tilin fərqi budur. Qövs da tildir, sadəcə istiqamətlənmiş tildir. Belə. İndi istiqamətsiz qraf üçün, biz buna adi qraf da deyirik həmçinin, adi qraf üçün.
Adi qraf üçün uşaqlar ümumiyyətlə qraf iki formada təqdim olunur. Bir qonşuluq matrisidir, digəri isə qonşular cədvəlidir. Evet. Ya da qonşular siyahısıdır, üzr istəyirəm, qonşular siyahısı. Deməli, məsələn, adi qraf çəkirəm. Heç bir ikili qövs olmasın. A, B, C, D. Bundan da buna əlaqə olsun. Beləncə də bir əlaqə olsun. Birinci seçirik qonşuluq matrisini. Qonşuluq matrisi. Qonşuluq matrisi necə qurulur? Deməli, neçə dənə təpə var? 1, 2, 3, 4. 4 təpə var. 4 təpə varsa, 5-in 5-ə bir cədvəl çəkilir. 5 sütun, 5 sətirlik. Belə bir cədvəl çəkirəm. 1, 2, 3, 4, 5. Mən çox çəkdim bu uzun. Deməli, bu belə. Sonra 1, 2, 3, 4 və 5. Birinci xananı boş qoydu. Birinci xananı boş qoydu. Sonra yazılır. Bütün təpələri olduğu ardıcılığın, yəni yazılır, aşağıya doğru sütun üzrə düzürük. A, B, C, D. Necə yazmışıqsa burada, hansı sırayla yazmışıqsa, sətr üzrə də elə yazırıq. A, B, C, D. Sonra hansı təpəyə birbaşa yol varsa, biz o təpəyə bir yazacağıq. Məsələn, baxıram. A təpəsindən A'ya yol var. Əgər ilcək olsaydı, yol olacaqdı. Mən burada bir qoyacaqdım. İlcək yoxdursa, mən bura 0 yazdım. A'dan A'ya yol yoxdur. A'dan hansılara yol var? B'yə və C'yə yol var. B'yə yol yoxdur. Sonra B təpəsindən baxıram ki, A'ya da, C'yə də, D'yə də yol var. A'ya, C'yə və D'yə yol var, amma B'yə yoxdur. Sonra C təpəsindən daha doğrusu A'ya, B'yə və D'yə də yol var. A'ya, B'yə və D'yə yol var. C'yə yol yoxdur. D təpəsindən isə B və C'yə yol var. A'ya və özünə yoxdur. Aydın uşaqlar qonşuluq matrisinin qurulması. Hı? Başa düşdüyü matrisi necə qururuq? Arada bir reaksiya verin. Bilim ki, başa düşürsünüz. Bəli, başa düşdüm. Ha? Nasber problem yoxdur. Cəmşid. Tamam. Buyurun. Tamam. Deməli, qonşuluq matrisini qurduq. Bəs qonşular siyahısı necə qurulur? Qonşular siyahısı uşaqlar belə qurulur ki, burada iki sütunluq bir cədvəl qurulur, iki sütundan ibarət. Bu cədvəlin birində təpə qeyd olunur, birində də onun qonşusu qeyd olunur, qonşu. Məsələn, A təpəsinin qonşusu hansılardır? Birbaşa gediş olanlar. A'dan D'yə getmək mümkündür. B'dən və yaxud da C'dən keçib gedə bilərik. Amma yəni birbaşa getdiyimiz qonşudur. B və C qonşusudur. B təpəsindən A'ya, C'yə və D'yə yol var. C quşu. Deməli, B təpəsindən A'ya, C'yə və D'yə getmək mümkündür. C təpəsindən A'ya, B'yə və D'yə getmək mümkündür. A, B, D. D təpəsindən də B'yə və C'yə getmək mümkündür. Bu da oldu qonşular siyahısı. Qonşular Mən siyahısı. D yazmalısınız. Ay, D, Axırıncı C'dən yazdım. B'yə, C'yə, B, C'yə. Qonşular siyahısı. Başa düşdü uşaqlar bunu da. Yəni rahatdır hələ. Buralar asandır. Ümumiyyətlə matris elə qrafı bir dəfə başa düşsəz, bax, bütün misallarına tətbiq eləyəcəksiniz. Yenə deyirəm, adi qrafın, ümumiyyətlə adi olsun və yaxud da diqraf olsun, yəni bütün tilləri qövs olan qrafın iki şəkildə təqdim olunması var. Bir qonşuluq matrisidir, bir də qonşular siyahısıdadır. Qonşuluq matrisində hansı təpəyə birbaşa gediş varsa bir yazırıq,
yerdə qalanlarına 0 yazılır. Qonşular siyahısında isə e, təpə qeyd olunur və birbaşa gedilən təpələrin adları qeyd olunur. Bir də uşaqlar, belə bir şey var ki, bax, cədvəl informasiya modelində iki cür cədvəldən istifadə olunur. Onu heç qeyd etmədim, yadımdan çıxıb. Bir obyekt xassədir. Obyekt xassə. Bir də obyekt obyekt. Obyekt obyekt. Bu nədir? Obyekt xassə cədvəlində bir obyektin xüsusiyyətləri sadalanır. Məsələn, tutaq ki, şagirdlərin siyahısı. Şagirdlər cədvəl olsun. Şagird. Qonşuluq siyasi obyekt xassədir. Qonşuluq matrisi obyekt deməkdir. Bəli, bəli. Matris bu. Matris obyekt obyektdir. Siyahı isə xassədir. Çünki burada bir dənə, məsələn, obyekt, tutaq ki, A obyektdir. Onun xassəsi hansı təpələrlə əlaqəsi var? Odur. Məsələn, şagirdin, tutaq ki, biz şagirdin nəyin yazırıq? Adın yazırıq, soyadın yazırıq, yaşın, nə bilim, nədir? Oxuduğu sinif, məşğuliyyəti, nəysə də axır parametrləri yaza bilərik. Və bir obyektin, yəni bir insanın burada necə deyirlər, sadalayırıq da, əlamətlərini sadalayırıq. Amma obyektdə, məsələn, tutaq ki, ə, Azərbaycan, Türkiyə və Rusiya olsun. Rusiya. Bunların bir-biri ilə aralarındakı, məsələn, yol məsafəsi olsun, tutaq ki. Azərbaycanla yox, məsələn, Türkiyə ilə baxsaq, tutaq ki, 100 kilometr, məsəl üçün yazıram mən bunları, Rusiya ilə 200. Türkiyə ilə Azərbaycandan Türkiyəyə 100-dürsə, Türkiyədən Azərbaycan da 100 olacaq. Türkiyə ilə Türkiyə yox. Türkiyə ilə Rusiyaya götürək 50, məsələn. Rusiya ilə Azərbaycanla Rusiya 200-dürsə, bu da 200-dür. Sonra bu 50-dir. Rusiya ilə Rusiya yoxdur. Görürsünüz, o iki obyekti qarşı və yaxud da oyun skorları tutaq ki, filan komandalar digər, məsələn, 7A, 7 və 7C sinifləri qarşılaşır, deyir. Və bunların skorları qeyd olunur. Bu məktəb kitabında var. 7A, 7B, 7C sinifləri qeyd edir. Eləcə də burada 7A, 7B, 7C sinifi. Elə cədvəl çəkilir. 3 sinifin bir-biri ilə oyunda xalları. Tutaq ki, udubsa, məsələn, 7A, 7A ilə oynamayıb. 7B-ni udubsa 1, 7C-yə udubsa 0. 7C, 7A-nı neyib? Udubdu onda. Onda bura 1, 7B-yə 0 olsun, bununla oynamayacaq. Bu da belə. Məsələn, 7A, 7B-ni udubsa, 7B, 7A-yı uduzacaq. Burada isə bu udacaq. Yəni belə deyək də, burada iki obyekt qarşılaşdırılır bir-biri ilə. İndi fikir verin burada bu cədvəllərə. Bu qonşuluq matrisində bu təpələr. Burada digər təpələrlə qarşılaşdırılır bir-birinə. Deməli, bu necə bir siyahıdır? Obyektdir. İki obyekt qarşılaşdırılır bir-birinə. O qonşular siyahısında isə bir təpə qeyd olunur. O təpənin qonşuları, yəni bu təpənin xassələri qeyd olunur. Ona görə bu obyekt xassə cədvəlidir. Aydın uşaqlar? Hə? Başa düşdük? Bəli. İndi gəldik qonşuluq matrisinə baxırıq. Diqqətli olaq burada. Qonşuluq matrisinə biraz bizim işimiz uzundur. Qonşuluq matrisində, uşaqlar, burada neçə təpə var? 1, 2, 3, 4 dənə təpə var. Bəs burada neçə dənə 0-1 var? 16 dənə 0-1 var. Deməli, qrafda, bunu istəyirsiniz özünüz üçün qeyd edin. Qrafda qonşuluq matrisindəki 0 və 1-lərin sayı bərabərdir nəyə? Təpənin kvadratına. Yəni, 4 dənə təpə var idi. 4 təpənin də digər 4 təpəyə əlaqəsi 16 dənə 0-1. 5 olsaydı, məsələn, tutaq ki, bir bura Y təpəsi artırsaydı, yenə 0-1, 0-1, məsələn, 0-1, 0-1, 0, hə? Görürsünüz, necə olacaqdı indi?
5'in 5 olacaqdı. 5 dəfə olduğu üçün 25 dənə 0,1 olacaqdı. Yadda saxlayırıq. Qonşuluq matrisindəki 0 və 1'lərin sayı bizə təpənin kvadratını verir. Yəni, təpənin kvadratı daha doğrusu 0 və 1'lərin sayını verir. Sonra, adi qrafın qonşuluq matrisi, bax biz buna baş diaqonal deyirik də, elə deyil, baş diaqonal. Adi qrafın qonşuluq matrisi baş diaqonala nəzərən simmetrik olur. Fikir verin, burayla, bu tərəflə, bu tərəf simmetrikdir. Burada da 1, 1, 0, burada da, yəni bu istiqamətdə də 110'dur, bu istiqamətdə də 110'dur. Sonra 11, 11, 1, 1. Yəni ki, simmetrikdir. Adi qraf, adi qrafın qonşuluq matrisi baş diaqonala nəzərən simmetrik olur. Daha sonra belə bir qayda deyəcək. Adi qrafda baş diaqonalın bir tərəfində qalan birlərin sayı, burada neçə dənə bir var? 1, 2, 3, 4, 5. 5 dənə bir var. Bizə qrafdakı tillərin sayını verir. 1, 2, 3, 4, 5. Yaxşı. Və yaxud da adi qrafda ilcəyi olmazsa, ilcək olsa başqa. Adi qrafda birlərin sayının yarısı sayı bizə tili verir. Yəni, burada neçə dənə bir var? 10 dənə bir var. Onu 2'yə bölsək 5. Neçə dənə tilimiz var? 5 dənə tilimiz var. Aydın uşaqlar, deməli, bir də deyirəm, əsas məsələ buradadır. Qonşuluq matrisində 0, 1'in sayı təpənin kvadratına bərabərdir. Və baş diaqonalın bir tərəfində qalan birlər bizə tillərin sayını verir. Və yaxud da ümumi bir sayını biz 2'yə bölərək tillərin sayını tapa bilərik. Buradan sual necə düşür bəs? Məsələn, belə bir suala baxaq. Qonşuluq matrisində 100 ədəd 0 və 1'i olan adi ilcəksiz qrafda qrafda məsələn 30 til olarsa, qonşuluq matrisindəki sıfırların sayını tapın. Buyurun. Biraz məntiq işlədim, görün. Yapabilirsiniz mi? 40'dır değil mi? 40. Bəli, 40. Deməli, 100 ədəd 0, 1 varsa, neçə dənə təpə var bəs? Neçə dənə təpəsi var bu qrafın? 100 ədəd 0, 1'i varsa, neçə dənə təpəsi var? 100 dənə. 10 dənə. 50 Nə dənə. qədər? 100 dənə. 10 dənə. 10 dənə, 10 dənə. Ha. 100 ədəd 0, 1 varsa, biz nə dedik? 0 və 1'in sayı bərabərdir təpənin kvadratının. Bu 100'dürsə, deməli 10'dur da təpə. 10 dənə təpə var. 30 til varsa, 30 tilin hər biri üçün, bax fikir verin, məsələn, A'dan B'yə qədər deyil, A, B deyil. Mən bunu qrafda qeyd edəndə A, B, B. Bir dənə til üçün, bax bu til üçün, həm A'dan B'yə bir qeyd edirəm, həm də B'dən A'ya bir qeyd edirəm. Yəni, bir dənə til üçün 2 dənə bir qeyd edirəm. Deməli, 30 dənə til varsa, 60 dənə 1 olacaq. 100 dənə 0, 1'dirsə, çıxacaq 60, qalacaq 40 dənə 0. Aydındır. Kiminsə sualı var burada. 15 təpəsi olan qrafın qonşuluq matrisində adi qrafın qonşuluq matrisində 75
ədəd 0 olarsa, qrafdakı til sayını müəyyən edin. Buyurun. Misallar da 75 yazın tane. həllini. 75. Necə 75. tapdınız? Yani Müəllim 15 kvadrat 225-də 75. 225. Hə, Ee, bir tapdınız. Orada sıfırların sayını çıxdı 75. Hər qrafdan, hər təpədən də, hər yoldan da 2 dənə verilir. Deyən 2-yə böldük. 150-ni 2-yə bölündə 75. Bəli, 15 təpəsi var deyə nə olur? Təpənin kvadratı 225 bizə dənə. sıfırlarla birin sayını verir. Hə, bu olur 0 və 1-in sayı. Hə. Sıfırların sayını çıxıb 2-yə böldük. Asol 225-dən çıxıram 75-i, qalır 150. Demək bu birlərin sayıdır. Hər tillədə 2 dənə 1 yazıldığı üçün 150-ni bölürəm 2 yerə, gedir 75 tillərin sayı. Aydındır uşaqlar. Başa düşdük. Hə? Bəli. Kiminsə sualı yoxdur ki burada. Bax, bu Bəli. mən sınav yazmışam modeldən və o sınavda bu tip sual çoxdur. Ona görə tam başa düşün istəyirəm. Və imtahana da düşür. Güvənin sınavlarına düşür. Sınava gedəcəyiz. OTK-nın sınavlarına düşür bu tipdə suallar. Kiməsə aydın deyilsə indi desin. Tamam, problem yoxdur, onda yaxşı. Görək. Adi qrafdan danışdıq. İndi keçək biraz diqrafa. Diqrafda uşaqlar bütün tillər istiqamətlənmiş olur. Bütün tillər istiqamətlənmiş olur. Elə qraf var ki, orada həm til var, həm də qövs var. Bu qarışıq qrafdır. Amma biz danışdıq birinci adi qrafda, hansı ki burada bütün tillər iki istiqamətlidir. Yəni A-dan B-yə, B-dən A-ya da dönüş. A-dan B-yə gedib, B-dən A-ya qayıtmaq olar. Bir də var ki, bütün tilləri qövs olan diqraf. Məsələn, A, deməli, məsələn, A yazdıq. A-dan deyək ki, B-yə gediş olsun. B-dən C-yə, A-dan C-yə, C-dən D-yə, B-dən D-yə, B-dən E-yə və D-dən Y-yə. Bu da həmçinin qonşuluq siyahısı və qonşuluq matrisi ilə qeyd olunur. Baxa, təqdim olunur. Yenə neçə dənə təpə varsa, 1, 2, 3, 4, 5, 5 dənə təpə var. Onda 6-dan 6-ya bir cədvəl qururuq. 1, 2, 3, 4, 5, bəli, 5 və 6. Sonra yenə 1, 2, 3, 4, 5 və 6 da var. Yenə təpələri qeyd edirik. Birinci boş qalır. A, B, C, D, Y. Rekord edirəm də mən. Yadımdan çıxa bilib, deyirəm. Deməli, sonra yenə eyni ardıcılığı sətirdə də qeyd edirəm. A, B, C, D, Y. İndi demişdik ki, birbaşa gedişi olanlara biz yazırıq. Burada da eyni qaydanı yazırıq. Məsələn, A-dan B-yə yol var, A-dan C-yə yol var. B-dən C-yə yol 1 yazırıq. A-dan A-ya, D-yə və Y-yə yol yoxdur. Sonra gəldim B-yə. A-dan B-yə gələ bilirəm, amma B-dən A-ya gedə bilmirəm. Onun üçün mən bunu qonşu saymıram. B-dən C-yə yol var, B-yə yol var və Y-yə yol var. A-ya və B-yə yol yoxdur. Sonra C-yə baxıram ki, bir dənə D-yə gedə bilirəm. D-yə bir dənə 1 yazıram, başqa heç birinə gedə bilmirəm. B-dən bir dənə Y-yə gedə bilirəm, başqa heç birinə gedə bilmirəm. Y-dən isə heç birinə gedə bilmirəm. Bu olur mənim qonşuluq matrisi. İndi qonşular siyahısını da quranda yenə eyni qayda. Təpəni qeyd edirik və qonşusunu. Qonşu. Deməli, A təpəsinin B və C ilə əlaqəsi var. B təpəsinin C və D ilə əlaqəsi var. C təpəsinin D ilə əlaqəsi var. D təpəsinin Y-nin isə birbaşa qonşusu yoxdur. Bax, bu da oldu
istiqamətlənmiş qrafın qonşuluq matrisi. İndi bunun qonşuluq matrisinə fikir versək, baş diaqonala nəzərən simmetrik deyil və burada olan belə matrisin özündə olan birlərin sayı bizə fillərin sayını verir. 1, 2, 3, 4, 5, 6, 7. Baxın, burada da 7 dənə bir var. Aydındır, adi qrafda birlərin sayını bölürük 2 yerə, tillərin sayını tapırıq. Amma istiqamətlənmiş qrafda birlərin sayı bizə elə fillərin sayını verir. Bu da belə. Sonra buradan da indi suala baxaq, görək. 10 təpəsi olan qrafda 20 til və 5 qövs olarsa, qonşuluq matrisindəki sıfırların sayını müəyyən edin. Buyurun. Baxın uşaqlar, bunda 85 deməli. Hı? 85. bu AB, bu da olsun belə. AB. Bunun üçün matrisdə bayaq da çəkdim. AB. AB. A-dan A-ya yox idi, B-yə vardı, B. Bunun üçün matrisdə 2 dənə bir qeyd elədim. Amma bunun üçün A, B, Ha, A, B. A-dan B-yə yol var, amma B-dən A-ya yol yoxdur. Bunun üçün bir dənə bir qeyd etdim. Yəni til üçün 2 dənə bir uyur. Qövs üçün bir dənə bir uyur. İndi 10 təpəsi varsa, neçə dənə 0 biri var? 100. 100. 20 tili varsa, hı. Buna uyğun 15. 15'i göst. Yox, 15-i qövsdür, qulaq asıyorum. 20 til və ayrıca 5 qövs deyirik. Demir ki, 20 tilin Ha, qulaq as. bildim. Desə ki, bax, bunu keçən il izah eləmişəm, Turan. Desə ki, 20 tildən 5-i qövsdür. Sən onda 15-in adi til, 5-in qövs götürəsən. Amma burada deyir ki, 20 tili və 5 qövsü var. Ayrı-ayrı. 20 dənə til var, 5 dənə də qövsü. Aydındır? Bax, sualdan suala fərq olur. Açar məqam var. Deyir 20 tili və 5 qövsü olarsa. Sualları istəyirsiniz yazın. Bunlar sınavda var deyə. Baxın, yenə deyirəm. 20 til və 5 qövs. 20 tilə neçə dənə bir uyacaq? Hı? 20 dənə. 40. Axı dedim bir tilə 2 bir uyur. Til. Hə, tilə 40 dənə. Hə, Hə. qövsə 5 dənə olacaq. 5 qövsü amma 5 dənə bir. Deməli 45 dənə biri var. Onda neçəsi sıfırdır? 55 dənə sıfırı var. Başa düşdü uşaqlar? Bəli. Hə? Dəqiq. Ben İndi bax sualı dəyişirəm burada. Deyirəm ki, 20 tildən 5 qövsü olarsa, 65. onda 15 götürəcəyik, hə, tili. Çünki 20 dənə tili var, 65 onun olur. 5-i bilmirəm, baxaq. 15 dənə tili var, hə. 5-i qövsüdür. 15-ə görə 30, hə. 35-in çıxanda olur 65, bəli. Başa düşdü? Bax, arada fərq var. Biri var deyə 20 tildən 5-i qövsü var. Biri var deyə 20 tili və 5 qövsü olarsa. Aydındır? Hı? Bəli. Mən deyirsiniz 20 tildən 5-i qövsdür. Hı. Qövsə til gedir onda. Qövs də tildir də əlbəttə ki, sadəcə istiqamətlənmiş tildir. Yəni ayrıca da verə bilər. 20 dənə adi tili, 5 dənə qövsü var. Bir də var verə bilər ki, 20 tildən 5-i qövsdür. Onda deməli 15-i adi tildir də. Hə. Sonra deməli, məsələn, belə bir şeyə baxaq. 20 tili, 20 olmasın. bir de geri ile biraz çıktın edeyim.
Bu birinci yazdığım kimi çək sonra. Çəkdim. İlcə üçün də uşaqlar bir dənə bir yazılır. Məsələn, A'dan A'ya gediş olsa, burada bir dənə bir yazacaq. Yəni ilcəyə və qövsə qrafda bir dənə bir yazılır. İlcək də tildir, qövs də tildir. Amma bunları adətən qeyd edilir ki, məsələn, ilcək kimi Bilmədim. nəzərə al və yaxud da alma. Bunlar qeyd olunmalıdır əslində misalda. Qeyd eləməsə biraz çaşqınlıq yaradır. Deməli, baxaq. 30 tili və 9 qövsü olan qrafın qonşuluq matrisində 100 ədəd biri olarsa, təpə sayını müəyyən edin. Buyurun. Neçə təpəsi olacaq? 13. 13. Deməli, 30 tilin hər birinə 2 dənə bir. 60 dənə bir burada var. 9 qövsün hər birinə bir dənə bir. 9 dənə də bir burada. Deməli, 69 dənə biri, 100 dənə sıfırı var. 169 dənə sıfır bir olur. Onda 13 təpə qalır da kökdən Siz niyə 100 çıxarız. ədəd bir yazdınız ki? 100 ədəd sıfır üzr istəyirəm. Sıfır olarsa, hə, çaşdım da. Başa düşdü, 100 ədəd sıfır olarsa. Səhv yazmışam. Fikrimdə sıfır tutub, burada bir yazmışam. Başa Yəni düşdü çıxar uşaqlar? gözü tap deyə. Bəli. Sorğulamı ki, burada niyə bir yazmayıb sıfır yerinə? Hə, Müəllim, mən başa düşdüm. 4 dənə yazmaq istəyirsiniz. hə. O mən demədən başa düşüb, hə. Belə uşaqlar. Başqa nədir burada? İstiqamətlənmiş diqraf yəni verilir. Bir, məsələn, A təpəsindən filan təpəyə necə gedə bilərsən? Baxaq. A təpəsindən tutaq ki, B-yə, C-yə, B-dən C-yə, B-dən D-yə, C-dən Y-yə, D-dən Y-yə, Y-dən F-ə, Y-dən elə, F-dən elə. Y-dən də F olsun. Məqsəd nədir? A təpəsindən F təpəsinə getmək. A təpəsindən F təpəsinə necə getmək? F yox, geri yazacaq. A təpəsindən L təpəsinə neçə müxtəlif yolla getmək olar? Bu misalları necə həll edilir uşaqlar? Bax, biz gəlin lap biraz balaca çəkeyim. Sonra biraz böyüdərəm. Böyüsündə deyərəm. Sən başa düşməzsiniz. Məsələn, A təpəsindən D təpəsinə neçə müxtəlif yolla getmək olar? Elə baxan kimi görə bilirəm ki, məsələn, A təpəsindən B-yə gedib B-dən D-yə gedə bilərəm. A təpəsindən B-yə gedib B-dən C-yə gedə bilərəm. A təpəsindən C-yə gedib C-dən D-yə gedə bilərəm. Yəni 3 yolla getmək olar. Amma bunu biz necə hesablayacağıq? Çünki qraf sizə kiçik verilməyəcək, böyük verilir. A təpəsindən çıxışlara 1 yazıram. Yəni A-ya bir yolla gəlib mən çatmışam. Bir yoldan gəldim, bura çatdım. Buradan başlayıram. İlk başlanğıcım 1 olur. Çıxışlarına 1 yazdım. Baxıram ki, B-yə bir dənə yoldan gəlmişəm. Bir yoldan da çıxacam da. Elə B-dən çıxdım. Baxıram C-yə burada 1, burada 1 var. Deməli 1 burada, 1 burada 2 yol gəlib. Deməli C-dən 2 yol çıxardacam. Yəni C-dən keçib gedərək 2 yolum var. Bir A-dır, A-dan C. Bir də B-dən keçib C-yə gəlib 2. 2 oldu. B-yə onda 1 buradan, 2 buradan, D-yə 3 yol gəldi. Aydın oldu. Başa düşdük necə yazdıq? A-dan başladıq 1-lə. Məsələn, bir başqasını da çəkək. A, B, C, D, F, E, daha doğrusu. Bu belədirsə bir qrafa baxaq. Məqsəd E-yə gəlib çatmaqdır. A-dan E-yə. Yenə deyirəm. Gəlib A-ya bir yolla çatmışam. Mən A-dan başlayıram E-yə getməyə. Elə bir A şəhərindən E şəhərinə gedəcəm. Yenə ilk başlanğıc hansı şəhərdən başlayırıqsa 1 ilə başlayırıq. A-dan çıxışlara 1 yazırıq.
B-yə gələn oxa baxıram. Dəyəri nədir? 1. Çıxışlarına da buradan nə gəlibsə B-yə. B-nin çıxışlarına da onu qeyd edirəm. Baxıram S-yə biri buradan, biri buradan. Nə qədər elədi? 2. S-nin artıq çıxışlarına 2-ni qeyd edirəm. 2. Sonra baxıram D-yə. 1 buradan, 2 buradan. Deməli D-yə nə qədər gəldi? 3. 3 D-nin çıxışına yazıram. 3 buradan, 2 buradan. Nə qədər gəldi Y-yə? 5. Deməli, A-dan Y-yə 5 yolla gəlmək mümkündür. Aydındır. Hə? Başa Bəli. düşmüşəm. İndi bir dənə qraf verim. Özünüz tapın. A, E, C, D, E, A təpəsindən F təpəsinə getməyə çalışır. Buyurun. Yazı görək. Tapdım mən. Heç də tapdım. Alim. Əgər səhv eləmirəmsə, mənim 8 olmalıdır. Sekiz. Başqa? Cəmşid, 8-dir. Hüseyn, Arıza. Tapa bildi, Arıza yaza bildi. Bəli. Cəmşid sən? Mən. Hı. Deməli, A-nın çıxışlarına 1 yazdım. Çinar yaza bildin sən də. A-nın çıxışlarına 1 Bəli, yazdım. bəli. 1-dən başladım. B-yə gələn yola baxıram. Biri gəldi. B-nin daxil olan nöqtə 1 yazılıb. Onda B-nin çıxışına da 1 yazıram. İndi S-yə gələn oxlara baxıram. 1 buradan, 1 buradan. Və S-yə nə qədər gəldi? 2. S-nin çıxışlarına 2 yazıram. D-yə baxıram. 1 buradan, 2 buradan, 3 yol gəldi. D-nin çıxışlarına 3 yazdım. Y-yə baxdım. 3 buradan, 2 buradan, 5. Y-nin çıxışına 5 yazdım. 3, 5, bəli, 8 yol olur. Sonra uşaqlar, deməli, istiqamətsiz olarsa bəs necə taparıq? Məsələn, A-dan B-yə, C-yə, B-dən C-yə, B-yə, necə idi? Hə, belə olmalı idi. Səhv etmirəmsə, bir dənə qraf var. A, B, C-dir. Buydu. Çox böyük də çəkmək istəmirəm ki. Böyük olanda istiqamətsiz qrafı biraz tapmaq çətindir. Yəni sizə istiqamətsiz qrafdan sual düşər, amma yəni düşsə belə kiçik bir qraf düşəcək. İstiqamət verilməyib, A-da başlayıb Y-də bitirməliyəm. A təpəsindən Y-yə gəlməyə baxın. Bunun iki yolla həlli var uşaqlar. Bir, ağacını qurmaqdır. Başlanğıcım budur. Yəni kökdə bunu yazıb, yarpaqda bunu yazmalıyam. Bu necə olacaq? Bu üsulu birinci yazaq. Biraz uzun gedir. Çox elə də məsləhət bilmirəm. Nə edirik? Məsələn, A təpəsindən başlayırıq başlanğıc. A-dan hansı təpələrə gedə bilirəm? Yazıram. B və C. Qeyd elədim buranı. B və C-ni qeyd elədim. B-dən hansı təpələrə gedə bilirəm? Bir dənə bir rövşən fikir veririk ki, bir üz üstə bir təpəni bir dəfə yazmalıyıq. Məsələn, B-ni yazmışam. B-dən hansılara gediş var? C-yə və D-yə var. Bunu yaza bilərəm. C və D. Sonra gəldim bura. C təpəsindən daha təkrar A yolunu götürmürəm də. B-yə, D-yə və Y-yə yol var. Yazıram B-yə, D-yə və Y-yə yol var. Artıq bir yolu əldə elədim. A, C, Y yolu. Sonra gəlirəm yenə bura baxıram. C-dən A-nı yazmışam, B-ni yazmışam. Hansı yollar qalıb? D və Y qalıb. Deməli, D-yə gedə bilərəm və Y-yə gedə bilərəm. Birini də tapdım. D-dən nəyə gedə? A-nı, B-ni yazmışam, D-ni yazmışam. D-dən hansıları qalıb? C-dən Y. C və Y yollarını yazıram. Üçüncünü də tapdım. B-yə gəlib çatmışam. A, C, B. A-nı, C-ni, B-ni qeyd eləmişəm. B-dən hansına gedə bilərəm da? Bir dənə D-yə gedə bilərəm. Çünki C-ni də yazmışam, A-nı da yazmışam. Bir yol üstə, yenə deyirəm, bir təpəni bir dəfə qeyd eləməliyəm. A, C, B, D. Sonra, burada baxıram ki,
Eee, deməli, indi gəldik bax bura. D yoluna. D yol A-nı, B-ni, C-ni qeyd eləmişəm. Bir dənə D-dən Y-yə qalıb yol. Bu da bir Y yolu, bu da bir. Sonra A, B, D, C. C-dən bir dənə Y-yə yol var. Sonra baxıram ki, A-dan B-yə, B-dən D-yə, D-dən C var. B yazılıb, bir dənə Y-yə yol var. Yenə gəldim bura baxıram. A təpəsindən C-yə, C-dən D-yə gəlir. D-dən ya B-yə gedəcəm, ya Y-yə gedəcəm. Bu da bir yol. B təpəsindən B-yə getmişəm. Da bu B-dən artıq yəni təkrar ya C-ni yaza bilərəm, ya D-ni yaza bilərəm. Fikir verin. C də yazılıb, D də yazılıb deyə daha yazmıram. Deməli cəmi 1, 2, 3, 4, 5, 6, 7 dənə yol getmək olar. Müəllim, Bu bəs oldu. sağda A, B-dən niyə A, C, Hansı? B-yə gedib niyə təzədən? Burada bunu Hə, deyirsən. hə. Bax, bir təpəni burada bir dəfə yaza bilərəm. Bu ox üstə. B-dən hansılara gedə bilərəm? B-dən C-yə, D-yə, A-ya. İndi bax da A da var, C də var, D də var. Da nətər B-dən onlara gedim? Hə, düz. Yəni bir dənə Y-yə, mən Y-yə getməliyəm. Məqsəd Y-nin də getməyin yolu ya D-dən ya C-dən keçməkdir. Aydın uşaqlar bu. Bəli. Bu oldu qrafın ağacının qurulması. Məsləhət bilirəmmi bu üsulu? Yox. Çünki çox vaxt aparır. İmtahanda siz bunu yazsaz, sadəcə mənim vəzifəm nədir? Sizə bunu da deyim ki, qarşınıza çıxanda deməyin ki, biz bunu görməmişik. Digər bir üsul nədir? Nə oldu? Bir dəqiqə. Digər üsul nədir? Hı. Ha, bu daha rahatdır. A-dan Y-yə gəlməliyəm, hə. Y-yə gedib çıxa biləcəyim, yəni Y-yə getmək üçün mütləq hansı təpələrdən keçməliyəm, hə? Y-yə getmək üçün mütləq hansı təpələri? Yəni Y-yə gedəcəyim sonuncu təpələr hansılardır? C və C. D təpələrdir. Hə. Ya C-dən ya da D-dən keçməliyəm. Mənim məqsədim nə olmalıdır? A-dan C-yə necə gedə bilərəm? A-dan D-yə necə gedə bilərəm? Yəni A-dan C-yə getsəm bir dənə yol qalır da Y-yə keçmək üçün deyil. Yəni mən işimi dəyişirəm də. Yəni sırf məqsədim olur C-yə getmək. A-dan C-yə elə bir AC yolu budur. Sonra B-dən keçib gedə bilərəm. A, B, C yoludur. Sonra A-dan B-yə, B-dən D-yə, D-dən C-yə gedə bilərəm. A, B, D, C yolu. Deməli mən C-yə 3 yolla gedə bilərəm. Bəs D-yə necə gedə bilərəm? D-yə də A, B, D yolu var. Bu yol. Sonra A, C, D yolu var. Bu. Sonra hansı var? A-dan B-yə, B-dən C-yə, C-dən D-yə gedə bilərəm. Baxın. Deməli, A-dan getdim B-yə. B-dən D-yə, B-dən C-yə, C-dən D-yə gedə bilərəm. A-dan B-yə, B-dən C-yə, C. Yəni bu yolda. Bax, bunu qırmızı ilə işarə edək. Bax, bu. A-dan B-yə, B-dən C-yə, C-dən D-yə. Bu bir yoldur. Digər yol hansıdır? Digər yol isə, baxın, A-dan C-yə gedə bilərəm. C-dən B-yə keçib, B-dən D-yə gedə bilərəm. Bunlar fərqli yollardır. Uşaqlar bəzən qarışdırır ki, məsələn, ABC, ABCD, ASBD eyni yoldur. Xeyr, müxtəlifdir. İndi baxın, yazaq bu birisində. Deməli, elə ben işte seçdik ki, seçilməyəcək buradan. Olsun bu. Baxın, A-dan C-yə getdim. C-dən B-yə getdim. B-dən D-yə. Görürsünüz, müxtəlif yoldur. Bu yolla bu yol eyni yol deyil. Bu da oldu bir. D-yə deməli 4 yol. 4 yolla D-yə, 3 yolla C-yə çata bilərəm. Çatandan sonra bir yolla Y-yə gedəcəm. Deməli, cəmi 7 yolla mən A-dan B-yə gedə bilərəm. Aydındır? Və burada da mən 2 yerə ayırmaqla qrafı tam tapdım ki, neçə yolla getmək mümkündür. Bu oldu istiqamətsiz qrafda yolların tapılması. Yenə deyirəm, imtahana çox bundan düşmür.
Düşsə belə çox böyük düşməyəcək. Onda da belə ən sonuncu hansı təpə ilə gələ bilərəm, o yolları fikir verəcəm. Yəni Y-yə getmək üçün S-dən və D-dən seçməliyəm və qrafı iki hissəyə ayırıb həll edəcəm. Aydın oldu uşaqlar? Ya, Bəli. tamam. Sonra e, bir başqa bir son sual nümunəsi işləyək, sonra sağollaşarıq. Deməli, e, məsələn, yerə verilir qraf A, B, C, D, C, E, 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 E. Deyir ki, A təpəsindən F təpəsinə, C təpəsindən keçməklə. Yəni mütləq C-dən keçməlisən. Neçə yolla getmək olar? Müəyyən bir təpəni deyir ki, mütləq buradan keç. Bu nə deyir? Elə bil ki, bura məktəbdir, bura mağazadır və burada evdir. Məktəbdən evə gələndə mama tapşırır ki, mağazadan mütləq çörək al gətir. Yəni sizin məqsədiniz nə olur? Mütləq C-yə gedib çatmalısınız. Nə yol var o mağazaya gedilməlidir, mama tapşırıb, yoxsa evdə döyüləcək. Yəni məqsəd çeviririk C-yə getməyə. Burada nə edirik uşaqlar? Birinci məsələ C-yə hansı yollarla gəlib çatarıq, onu sayırıq. Sonra C-dən F-ə hansı yollarla gedərik, ona baxırıq. Bunun bir üsulu nədir? Bir üsulu C-dən keçməyən yolları nəzərə almamaqdır. Və belə deyim, mən deyirəm ki, uşaqlara adətən qrafı elə vəziyyətə salın ki, qraf C-dən asılı olsun. Yəni, məsələn, mən bu təpəni silsəm və bu yolu silsəm, çünki mən A-dan B-yə getsəm, B-dən Y-yə keçərəm, C-ni görmərəm. Yəni, bu yol, amma yox, bu yolu silməyəcəm. Buradan C-dən keçmək A'dan oldu. B'yə Ama Yox, A'dan B'ye giden çaşdım. silir. Hə, çaşdım. B-dən gedən siləcəkdim. Deməli, buradakı yolu siləcəm. Və bunu A-dan B-yə getsəm, B-dən Y-yə getsəm, C-ni görməyəcəm. Ona görə mən bu yolu silirəm. Sonra hansı yolu silirəm? A-dan B-yə getsəm, B-dən Y-yə getsəm, yəni bu yol mənə C-yə aparmır. Bir də A-dan D-yə keçib, D-dən F-ə keçsəm birbaşa, bu yollar aparmayacaq məni C təpəsinə. Ona görə lap bunları bax belə siləndə fikir verin vəziyyət necə olur və bu yolları siləndə. Görürsünüz, qraf belə bilir ki, iki hissəyə ayrılır. Bir C-yə gələn, bir də C-dən gedən. Bundan sonrası o həmin o yolları işarələyəndən sonra eləyirik. Burada artıq adi halda necə işləyəcəkdik? A-dan çıxışlara 1 yazaraq. Məsələn, D-yə neçə yol gəldi? 1. Birini də çıxışına qeyd edəcəm. Və yaxud da biz nə edə bilərik uşaqlar? Heç silmək deməyək, həmin o yollara 0 qiymətini veririk. Hansı ki, C-yə aparmır bizi. Yəni, çaşmamaq üçün həmin yollara 0 veririk. A-dan çıxışlara 1 yazdım. D-yə baxıram ki, biri gəlir, biri də çıxacaq. C-yə 1 buradan, 1 buradan 2 yol gəlir. C-nin çıxışlarına 2 yazıram. B-yə 2 yol gəlir. 2 yolda çıxacaq. Yəni buradan 0, buradan 2, 2 yol eləyir. Y-yə 2 buradan, 2 buradan 4 yol gəlir. 4 yolda çıxışına yazıram. Deməli A-dan F-ə C-dən keçməklə 4 yolla getmək mümkündür. Aydın uşaqlar? Başa düşdük? Hə? Bəli. Kiminsə sualı yoxdur ki buradan? Bunlar imtahana düşən tiklərdir ha. Nəsə qaranlıq qalırsa soruşun ki, mən falan yeri başa düşmədim, bir də izah edərəm. Yaxşı? Səs gəlmir. Yaxşı olaraq qəbul edirəm bunu. Susmaq razılıq əlamət deyib işimə davam edirəm. Deməli, indi buradan dəyişirin sualı. Məqsəd olsun C təpəsindən keçməməklə. Məklə. İki cür verilə bilər. Bir müəyyən təpədən keç, bir də deyə bilər ki, keçmədən get. Yəni, burada deyir ki, C təpəsindən keçmədən get. Buna nə edəcəyik bəs? Bu zaman
S-dən çıxışa 0 yazacaq. Yəni S-dən çıxan yolu görməyəcək. S-dən çıxışa 0. Hansından ki deyir keçmədən get, o yola 0 yazılıb. Yaxşı. Və adi qaydada yenə qrafımızı həll edirik. Məsələn, buradan 2 dənə çıxış olsaydı, burada bir başqa təpə çəkməmişəm də, tutaq ki, bir dənə K təpəsi var, S-dən K-ya gəlir, K-dan F-ə gedir, həmin təpəyə də 0 yazacaqdıq. Yaxşı, yəni məqsəd odur ki, S-dən çıxışı nəzərə almayaq. S-dən 0 yaz. Adi qaydada işləyirəm, yenə A-dan çıxışa 1 yazıram, D-yə biri gəlir, biri də çıxacaq və bunun çıxışlarına biri qeyd elədim. Sonra nə oldu? S-yə baxaq, S-yə buradan, S-nin burada da çıxışı var, buna da 0 yazıram. S-dən çıxışları heç nəzərə almıram. E-yə 0 buradan, 1 buradan, 1 çıxışı var. Y-yə 0 buradan, 1 buradan, 1 buradan 2. Y-nin də çıxışına 2 yazıram. Deməli, 3 yolla getmək mümkündür. Aydındır. S-dən çıxışları nəzərə almadan A təpəsindən F təpəsinə, S təpəsindən keçmədən 3 yolla getmək olar. Deməli, S-dən keçəndə 4 oldu. S-dən keçmədən 3 oldu. Gəlin indi buna baxaq görək. Ümumi neçə yolla getmək olar? Əgər səhv hesablamışamsa, burada da səhv edəcək. A-dan çıxışlara 1 yazıram. D-yə 1 yol gəlir, 1 yolda çıxacaq. S-yə 2 yol gəlir, 2 yolda çıxacaq. B-yə 3 yol gəlir, 3 yol çıxacaq. Y-yə 6 yol gəlir, 6 yol, 3 buradan, 2 buradan, 1 buradan. 6 yol gəlir, 6 yol çıxacaq. F-ə də 6 buradan, 1 buradan, 7 yol gələcək. Ümumilikdə 7 yol var. Bunun 4-ündən S-dən keçməklə, 3-ündən keçməməklə getmək mümkündür. Aydın uşaqlar, başa düşdük bu keçib keçməmək məsələsini. Hə? Bəli. Bir dənə misal verim, onda hesablı yazın özünüz. Deməli. A təpəsindən M təpəsinə F-dən keçmədən neçə yolla getmək olar? Buyurun. Beş müəllim. 6. 5. 5, 6. Başqa? Mən 5 xəttin birini səhv çəkmişəm 5-dir. 5 mən. 5. Yaza bilmədi digərləri. Ağa Rıza, Cəmşid, sizin də səsinizi eşitdim. Yazdım Sinarə, bəli mən də. Yazmışam mən. 5. Siz də hamınız 5 tapmısınız? Mən bəli. Hüseyn, 5 mən. baxaq. A-dan çıxışlara 1 yazdı. S-yə 1 gəldi. Bizə nə deyir? F-dən keçmədən. F-dən keçmədən deyirsə, birbaşa F-in çıxışına 0 qoyuram. Yəni, bunun çıxışı mənə lazım deyil. S-yə 1 yol gəlir. S-nin bütün çıxışlarına 1-i düzürəm. B-yə 1 buradan, 1 buradan 2 yol gəlir. 2 yolda çıxışına yazıram. B-yə 1 buradan, 1 buradan 2 yol gəlir. 2 yolda bunun çıxışına yazıram. H-ya 2 yol gəlirsə 2 yolda çıxışlarına. Y-yə 1 buradan, 2 buradan 3. 3 yolda bunun çıxışına, bəli, 5 yolla gəlmək mümkündür. Sualı dəyişək. Deməli, F-dən keçərək, mütləq keçsin. Belə hesablayın. F-dən keçərək neçə yolla getmək mümkündür? F-dən keçərək neçə yolda mümkündür? Mütləq F-dən keçməlidir. F-dən keçsin. Keçsin.
8. Hı, başqa? 7 müəllim. 8. Sonra 7 müəllim. qadın çıxışlara 1 yazırıq. Yenə. 7 müəllim. Hansı yolları nəzərə alınmayacaq uşaqlar? Müəllim, Tez Y-dən M-ə seç. gedən yolu, bir də K-dan M-ə gedən yolu nəzərə Sonra bu alınır. yolla, bu yola 0 yazacaq, bir də bu yola 0 yazacaq. Bu yollar bizə lazım deyil. Aha, S'yə biri gəldi, birinin çıxışları yazdım. B'yə ikisi gəldi, D'yə də ikisi gəldi. Y'yə 3 buradan, K'ya 2. Bəs mən niyə 6 aldım? Mən də alt almışdım mən. 6 aldım da axı. Baxaq bir də, bax B'yə 1 buradan, 1 buradan 2 yol gəlir dəqiq. S'yə bir də nəsə gəlir? D'yə 1 buradan, 1 buradan 2 yol gəlir. Y'yə 1 buradan, 3 6-dır buradan, müəllim. 3 yol. K'ya da 3 yol, 6 alır hə. Siz Nasber sən necə 8 almışsan? Ben sırf hesaplamıştım orada. Ona göre. Yəni başqa sizdə 7 bəs hansı xətti 7 saymısınız? Mən nəyi qaçırdıram? Bəlkə deyirəm mən səhv edirəm, ona görə soruşuram. Yox, Mən mən düzdür. Mən çox çoxunuz hə. F-ə B-yə girənləri mən say salmışam. Üst salmışam. B'yə gələnləri hə, olar. B'yə gələnləri. Tamam. Başa düşdü uşaqlar bunu? Onda ümumi neçə yol var? Hə? Ümumi neçə yol var? 11 dənə müəllim. 11 dənə. 5-i F-dən keçərəkdi, 6-sı keçməyərəkdi. Hə, 11 dənə yol olur, düzdür. Bir də uşaqlar, bir də bəzən qarışıq bir qraf nümunəsi verilir. Belə bir şeyə baxaq. Məsələn, keçən ilin model sualıdır. Bu, tutaq ki. Ben de biraz kiçiğini yazdım da. Kiçiğini seçtim. Burada iç-içə çox olur. Bu da qrafa aid nümunədir. Burada bunlar təpə nöqtələrdir. Heç bunları da adlandırmırlar. Deyir ki, bu qrafın qonşuluq matrisi qurularsa, bu qrafın qonşuluq matrisi qurularsa, neçə dənə məsələn 0 olar. Qonşuluq matrisi qurularsa neçəsi 0 olacaq? Neçəsi 0 olacaq? Təpə nöqtənin sayı qədərdir mən. Yox. Təpə nöqtəsinin sayı nə olsun ki? Yox, o nöqtələrin sayı qədər. Nöqtələr sayı qədər yox. Deməli, bunları necə edirdik? Biz 0 və 1-lərin sayını, yəni 0 1-lərin sayı nədir? Təpənin kvadratından çıxmalıyıq 1-in sayını, palet sıfırların sayı. Elə deyil. Çünki təpənin kvadratı 1 və sıfırların sayıdır. 1-lərin sayını çıxırıq, yerdə qalır sıfırların sayı. Baxırıq 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. 12 dənə təpə varsa 144 dənə 1 var. 144 dənə 0 və 1 var. Bəs birlərin sayını necə tapırdıq? Tillərin sayını 2 misli bizə birlərin sayını verirdi. Neçə dənə kvadrat var? 3 dənə. 3 dənə kvadrat, 4 tərəfi var hər birinin. Sonra hər biri 2 tillə birləşib, 4 dənə də, 4 vur 2 də oradan. Qatışdırmadım ki mən. Üstünə gələcəkdim onları, hə? 144. Sırasını bu kiçikdir deyəm, sayaq bunu. 1, 2, mən niyə vurdum onu? 4, hə, Düzdür. 3 vur 4, 12. Üstünə Üstə gəl Sonra yazmalıydım. 8 Mən gələsiniz. çaşıb vuracaqdım. 44 Üstə gəl gələsiniz. yazdım. Hı? Necə? 44 gələsiniz sonra. Hə, 8 dedim. hə, düzdür. Mən onda şey eləyirdim, amma vurmağa çalışırdım. Deməli,
1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. Sonra 8 daha. Bunlarda 8, 4 dənə də 2, 8. 20 dənə deməli til var da burada. Bu 20 tildə çıxırıq. 20 tili daha doğrusu 2-yə vurub çıxırıq. Qalır 100, neçə edir? 74. 74 dənə olur sıfırın Yəni sayı. 144-də Yo, kvadratlayırsınız, 144-dən 114 çıxır demə. yazırsınız. 144, 104 saçdım. Bazı yazmışam, görmədim. 104 dənə deməli sıfır var. Aydın uşaqlar. Bir dəqiqə model testi tapım, görüm. Burada varsa sualı göstərərdim. Oy, yazılmadı model. Burada. Neçə budur? Aha, budur. Bax, biri bayaq keçdiyimiz suala uyğundur. Və model sualı keçməklə, F məntəqəsindən keçməklədir. Bu bir sual. Bir də burada nasıl olmalıydı? Başqa testdə görmüşəm mən onu. Burada deyil. Testi görsəm atarım da yəni sizə. Baxın. Bəzən belə verilə bilər. Bəzən məsələn yazır ki, burada nöqtələr verir. Nöqtələr. Yəni iç-içə kvadratlar çoxdur. Məsələn, deyir 30 ədəd belə birləşib də birinin. İç-içə kvadratlar qraf şəklindədir. Məsələn, qonşuluq matrisindəki sıfırların sayını tap. Sıfırların sayını tap. Biraz böyüyə də dalmaq düzdür. İndi 30 dənə kvadrat varsa belə, hər birində neçə təpə var? 4 təpə. 30 vur, 30 vur 4, 120 dənə təpə var deməli. Sonra 120-nin kvadratı qədər burada 0,1 olacaq. Bizə əsas nəyə təyin etmək lazımdır? Tillərin sayını. Tillərin sayını necə tapacağıq? 30 vur 4 bizə bu kvadratların sayını verəcək. Sonra iç-içə kvadratlar birləşibsə, bax 3 kvadratda 2 dənə xətt çəkdik. 30 dənə kvadratda onda neçə dənə xəttlə birləşəcək bir-birinə? 29 dənə. Bunun da üstünə gələcək. 29 vurulsun, bu 4-dür. 2. Ha? Niyə 2? 4 dənə Ha, olur 4. axı. 4. 4-dür. Bu da bizə tillərin sayını verəcək. Sonra bu aldığımız nəticəni 2-yə vuracaq. Yəni dediyim odur ki, böyük verilə bilər qraf. Balacada başa düşdüyü necə yazırıq? Onu böyüyə tətbiq edəcəyik. 30 dənə kvadratdan söhbət gedir artıq iç-içə. Bu bizim olacaq tillərimiz sayı. 120-dən bunu çıxacağıq, alacağıq birlərimizin daha doğrusu sayıdır. 120-dən bunu çıxıb, 120-nin kvadratından bunu çıxıb sıfırların sayını tapırıq. Başa düşdük uşaqlar? Bəli. Aydındır. Bu oldu belə. Bir də məsələn verilə bilər ki, tutaq ki A, B, C, D, Y. Məsələn, deyər ki, burada yəni mən elə balacasını çəkdim. Hətta gözlü misalı göstərim. Misal üstündə başa salın. Daha yaxşı başa düşəsiniz. Evet, burada. Məsələn, belə bir qarışıq bir qraf verilə bilər. Deyər ki, burada 0 və 1-lərin sayını müəyyən et. Gözünüz qorxmasın. Şəklə baxanda həmən buradan tillərin sayını çətin taparam. Amma bax, mən nə edəcəm? Mən hər təpədə, burada 16 dənə təpə olmalıdır, səhv etməsə. 5, 5, 5, 1, 16 Hər dənə təpədən təpə. eyni qədər çıxır da müəllim. Bəli, 16 təpənin hər birindən sol 5 til çıxır. 16 vur 5 eləyir 80. Bu mənə elə 80 birbaşa var. birlərimin
sayını verdim. Tillərimin yox ha, birlərimin sayını verir. Niyə? Çünki mən bu tili burada da nəzərə alıram. 5. Yönəldilmiş Deyirəm ki, deyil. hə, yönəldirməyib. Yox. Birbaşa hesablayıram da. Deyirəm ki, burada da 5 dənə til var. Həmin o 5 tili burada da nəzərə alıram. Yəni onsuz da bunu üçün mən 2 dənə bir yazmalı deyildim. Daha doğrusu burada da nəzərə aldım. Burada da nəzərə aldım. Yəni 16 vur 5 mənə birbaşa birlərin sayını verəcək. Yəni 40 dənə til var. 40 tili var burada. Saya da bilərsiniz. 80 dənə bir var. Ümumiyyətlə hər təpədən məsələn bu verilməsin. Tutaq ki, bu verilsin. Bundan ikisi, bundan ikisi, bundan ikisi, bundan ikisi, bundan ikisi çıxırsa birbaşa ilə mən deyirəm ki, 10 dənə biri var qıraq. Tillərinə baxsam 1, 2, qarışdıraram. 3, 4, 5 dənə də tili var həqiqətən. 5 dənə tili var, 10 dənə biri. Yəni hər təpədən istiqamətsiz qrafdan söhbət gedir. Hər təpədən çıxan tillərin sayının cəmi bizə elə birbaşa birlərin sayını da verir. Bunu yadda saxlayın. Deməli, 16 dənə təpə var, 256 dənə deməli 0 biri var bunun. Onun da 16 təpənin hər birindən 5 dənə til çıxır. 80 dənə biri var. Bu 80-ə çıxıram, 176 dənə deməli 0 qalır. Başa düşdük? Yəni qrafı görüb qorxmayın ki, ayda bunu necə tapacam? Bax, hər birinin rahat üsulu var. Yenə də deyirəm. Biz tillərin sayını tapıb 2-yə vurub hesablaya bilərik. Amma burada görürsünüz qarışıqdır. Burada tillərin sayını bizdə tapmaq elə də rahat deyil. Ən rahatı nədir? Ən rahatı hər təpədən çıxan til sayını, təpələrin sayına hasili eyni sayda təpə çıxarsa. Əgər eyni sayda çıxmazsa, tutaq ki, bundan 5-i, bundan 4, bundan 3-ü çıxırsa, təpələrindən çıxan tillərin sayının cəmi bizə birlərin sayını verir. Yaxşı uşaqlar, bunu belə yadda saxlayırıq. Aydındır, başa düşdük. Bəli. Bəli. Sonra. Bəli, bizim Bir dənə hazırımız də- başlayır. Yaxşı, onda burada yekunlaşdıraq qalanın test üstünə. Bir dənə sual, bir dənə şey deyəcəydim. Neçə dəqiqəyə başlayır ki? Bir-iki Yəni kəlmə başlayıb deyəcəm, biri. sonra başlayır. Deyin Hə, onu, yaxşı. deyin. Deməli, belə bir qrafa bax ha. Kiçik çəkirəm də. Oy. Uşaqlar, bəzən sual düşə bilər ki, məsələn, A sətrindəki sıfırların sayı ilə məsələn, Y sütunundakı birlərin sayını tapın. Birlərin sayının cəmini tapın. Cəmini tapın. Qraf böyük olanda bu qrafın matrisini qurmaq çətindir. Amma belə bir şeyi yadda saxlayacağıq. Təpədən çıxan til sayı sətirdəki birləri verir. Sətir birlərini verir. Təpəyə daxil olan tillərin sayı, til sayı sütundakı birlərin sayını verir. Sütun birlərinin sayını verir. Yaxşı, təpədən çıxan til sayı sətirləri, həqiqətən də mən A təpəsində neçə dənə bir qeyd edəcəm. B-yə, C-yə gedəcək də. İkiləm. Çıxan til sayı mənə sətirdəki birlərin sayı 2-dir. A təpəsindəki. Bəs mən sətirdəki sıfırların sayını necə tapım? Təpə sayından çıxıram birlərin sayını, tapdığım sıfırların sayı olur. Neçə dənə təpəsi var? 1, 2, 3, 4, 5. 5-dən çıxıram 2-ni, deməli 3 dənə sıfır olacaq. 3 dənə A sətrində sıfır var. Başa düşdük burasını? Yenə deyirəm. Təpədən çıxan til sayı sətirdəki birlərin sayını verir. Təpəyə daxil olan tillərin sayısı sütundakı birlərin sayını verir. Y təpəsinə neçə til daxil olur? 2. Deməli, sütununda 2 dənə bir var. Cəmi neçə olur? 5. Başa düşdük uşaqlar? Aydındır. Mən sütun uzunluğudur. Hatta sütun belə. Məsələn, A sütunu. Sətiri də belə. A sətiri. Sütunu. Sətiri. Aydındır uşaqlar? Bax, bunu Bəli. qayda kimi yadda saxlayın. Çünki böyük qraf olanda siz bundan istifadə edəsiniz. Əgər birlərin sayı məlumdursa, çıxan tillərin sayı birlərin sayını verir. Sıfırların sayını tapmalısınızsa, təpə sayından çıxacaqsınız birlərin sayını.
Əksinə həmçinin sütundakı sıfırların sayını istəsəydi, Y sütununda. 2 dənə 1 varsa, deməli 3 dənə sıfır olacaq. Belə uşaqlar, bu günlük bu qədər. Nəsə başqa sualınız var? Deyirəm. Xeyr, müəllim. Oldu. Dərsi yazırsınız axıra qədər 4.1, 4.2 model və qrafı. Gəlin dərs davam edərik. Bir dənə deyəsən dövrəni demədim. Bu da sizin hazırlığınız var deyə yadımdan çıxdı o da. Danışıram, sonra konuşuyorum. A, B, C, D, Y. D olsun. Dövrə nədir? Bir təpədən çıxıb təkrar həmin təpəyə qayıdıramsa bu dövrədir. Yəni A, B, C bir dövrədir. Sonra B, C, D bir dövrədir. Sonra A, B, D, C, A təkrar A, B, D, C bu da bir dövrə binəcək. Qapalı yol dövrədir. İlcək başqa şeydir. İlcək bir təpədən çıxan həmin təpəyə qayıdır. Bu ilcəkdir. Amma dövrədə bir təpədən çıxır, yol gedir, təkrar həmin təpəyə qayıdır. Bu artıq dövrədir. Belə uşaqlar, bu günlük bu qədər. Sağ olun, özünüzdən müğayət olun. Gələn dərs görüşərik, qəşəng öyrənirsiniz, testləri yazırsınız. Yaxşımı? Sağ Oldu olun. müəllim. Sabah kağıt atacağım, yadıma salarsınız. Sağ olun. Oldu müəllim. Tamam. Sağ olun. Sağ olun.